Son illərdə Xəzər dənizində suyun çəkilməsi ciddi narahatlıqlara səbəb olub. Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşları da bədbin proqnozlar verməkdədir. Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmailov Xəzər dənizinin çəkilmələrinin səbəbini tektonik proseslərlə əlaqələndirir. Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələ gəlmə prosesi başa çatmayıb. Yəni dağ əmələ gəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir deyə mütəxəssis qeyd edib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizi ikiyə bölünəcək. Yerində iki göl qalacaq. Biri şimali hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək, İsmailov deyə qeyd edib. Coğrafiya İnstitutunun digər əməkdaşı Elnur Cəfərov isə hesab edir ki, müəyyən zamandan sonra Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində su sahilindən 30 kilometrədək çəkiləcək.